Satış etməyin də onda. Toxunlar, xahiş edirəm, biraz məsafəlidir yəni. Xahiş edirəm, mən belə eşidirəm də, yəni sıxırlar. Alırsan, orada bir qiymət yazılıb, bir yanda gəlirsən ki, qiyməti çox çıxır. Məhsulun üstünə 29 manatdır, 29.99-dur. Qəbizdə isə 35 manat hesablayırlar. Müddətə də deyirlər, şahid deyir, bizdə belədir. Dəstən gələ bilmərik. Bakı TV'nin qaynar xəttinə daxil olan müraciətdə vətəndaş iddia edir ki, geyim mağazasından alış-veriş zamanı məhsulun etiketində göstərilən qiymətlə kassada tələb olunan məbləğ arasında fərq olub. Məsələyə aydınlıq gətirmək üçün həmin geyim mağazasına yollandıq. Hal-hazırda endirim gəlib bizə. Məhsullara endirim qiymət vurulur. Qalxma gəlib, qalxma qiymətlər vurulur. Qiyməti qalxıb. Bəli, qalxıblar, düşüb də. Bəs onda nəyə görə qiyməti dəyişməmisiz? Xanım indi gəlib. Bəs digər vətəndaşlar necə? Belə hallarla qarşılaşanlar olub? 5 manatı, 3 manatı, 7 manatı, amma yaxınlaşmışam kassaya, nə bilim 10 manat. Suyun qiyməti 1 manat 40 qəpik idi. Gəldim yaxınlaşdım, kassada endirimdə idi. Vurandan sonra qayıt dedi ki, qiyməti 2 manatdır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov təəssüflə qeyd edir ki, etiket və kassa qiymətinin fərqli olması hallarına həm ərzaq, həm də sənaye məmulatları mağazalarında rast gəlinir. İstehlakçının hüququ var ki, malın üzərində hansı